Sürücü sərnişin tərəfindən döyülüb. 8 dənə ağır zərbə vurdu mənə. Bakıda daha bir sürücü sərnişin tərəfindən döyülüb. Hadisə sentyabrın 15-də paytaxtın Babək prospektinə qeydə alınıb. Bu dəfə isə sərnişinin zərbəsinə 49 nömrəli marşrut xəttindəki avtobusun sürücüsü Qafarov Kamran tuş gəlib. İddia olunur ki, sərnişin avtobusun orta qapısına minmək, ödəniş etmək istəməyib. Bundan sonra isə sürücünün irad bildirməsi onun döyülməsi ilə nəticələnib. Arxa qapıdan minmək istəyirdi, icazə vermədim. Dedim, gəl qabaqdan kartı vur, min avtobusa. Yəni qayda budur. Arxada da dayanmışdı başqa sərnişin. Bu başladı müdaxilə eləməyə ki, açmalısan, minməlidir. Dedim, olmaz da, yəni hökumətin balansına oturmalıdır pul, minməlidir qabaqdan. Arxadakı qapı düşmək üçün nəzərdə tutulub. Başladı məni təhqir eləməyə, qaytardım cavabını ki, yəni mən niyə belə deyirsən? Bu avtobusda mənim uşağımın müəlliməsi var, mənim qonşum var, ayıbdır axı. Aç qapını, açdım arxanı, dedim, yəqin düşüb gedəcəkdir. Düşdü, gəldi, qabaqdan mindi. Fikirləşdim ki, yəqin də düşüb gedib də. Elə qabaq qapını bağlamışdım, başladı məni vurmağa. 8 dənə ağır zərbə vurdu mənə. Özümü itirdim ki, 2 dəfə döydü. Elə birinci vurdu, polisə zəng elədim, dedim, yəqin düşüb gedər. Düşməyib. İkinci yenə başladı məni vurmağa. Düşüb qaçmaq istəyəndə qalxdım ayağa ki, bunu tutum saxlayım, qaçmasın. Bu başladı məni boğdu elə, gücüm çatmadı. Sonra başqa sərnişinin biri qapını açdı, qaçmağına şərait yaratdı. Bu düşdü, qaçdı. Maşından düşdüm, özümü pis elədim. Burnumdan qan açıldı, ürəyim bulandı. Skor gəldi, təcili apardılar Sabunçu xəstəxanasına, ambulator müayinə göstərdilər. Bəli, polisə izahat verdim, getdim, şikayətimi bildirdim. Baş verən insidentlə bağlı Nizami rayon polis idarəsinin 23-cü polis bölməsində araşdırma aparılır. Zərər çəkən şəxsin izahatı alınıb. Əməli törədən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.